Her zaman benim gözümün önünde onlarıydı. Ne kadar azap çektiler. Ne kadar eziyet çektiler. Ama sınmadılar. Mühkem durdular. Budur alacağım. Budur Azerbaycan. Salam, 102 Xəbər Info və Inform Xəbər TV'nin sosial şəbəkə izləyiciləri. Bugün çəkilişimiz Neftçala rayonunun Aşağı Surra kəndindədir. Şəhidimiz Qurucov Xalid Salihoğlu ildir. Şəhidimiz Xalidin atası və anası. Şəhid övladımızın atası və anası. Salih kişi, birinci Salih kişiden başlayaq. Salih kişi, yəni Xalid barədə onun gəncliyindən, uşaqlığından, hərbi akademiyaya qəbul olmasından, onun gənclikdə, uşaqlıqda necə uşaq olur, bu barədə xahiş edirəm. Birinci çox sağ olun. Gəldiyi üçün, təklif buyurduğunuz üçün sizə minnətdaram. Valla Xalidin gəncliyini mən görmədim. Gəncliyindən danışmayayım. Amma zəhmətkeşliyindən danışa bilərəm. Çox zəhmətkeş uşaq. Yerin bilən hər şeydə, yəni hər bir halda yəni Xalid seçilmişlərdən idi. Həqiqətən seçilmişlərdən idi. Onun Naxçıvanski oxumağı, akademiyanı qutardı. Yəni işləməyi də işləyirdi. Onda həyəcan olurdu biz balaca. Yəni o 6 aylarla hospitalda yatdı. Mən o dedim ki, gəlsə azad elətdirək. Dedi yox, imkan verin qoy, mən işimi görüm. İşimi görüm. Həqiqət, valla. Nə billah elədi, mümkün olmadı. Dedi yox, mən həmişə də anasına dedi ki, qardaşının qısasını alacaq. Vətənə sevgidən. Çox vətənə çox bağlıydı, çox bağlıydı. Valla, indi onun əsgərlərindən gəlir də, görüşürük, eləyirik. Bir görəsən dünyaya belə bir komandir yenə gələcək. Bu qardaşı onun çastında aparmışdı bunu da, kiçik qardaşım. Bir ay orada işlədik. Bu görüb ki, sigareti 2 cür alıb, bir bahalı, bir ucuz. Deyib ki, görüb ki, bahalıyı verdi əskərə, ucuzu özü çəkir. Deyib ki, ay Xalid, nətər, naborod elə də sənət baxar. Deyib, yox, onlar atası uşaqlardır, 6 da atası uşaq olub. Deyib, nə qədər olar burada da, olan atalarım mənə. Yəni, elə bir halları olub. Mən, bugünkü gündə mən fəxr edirəm ki, elə bir oğlun atasıyam. Adətən, oğul atı ilə fəxr edirəm. İndi naboroddur. Mən fəxr edirəm ki, mən kimin atasıyam. Bəli, ona səmimi yəni sözümdür, bu mən fəxr edirəm. Belə, yəni vətənə, hər şeyin vətənə qurban verdi. O ailəni, həyat yolu, nişanlıydı, yəni toy olmalıydı. Biz o gəldi, mən Rusiyadaydım, gəldim. Yəni bu ev eşi yadı düzəltdirdik, ona görə ki, tez tələsik ki, bunu toy edək, nəsə alınmadı, bu müharibə başladı, alınmadı. Nə bilim, bəlkəm də belə məsləhət imiş. Bəlkəm də belə məsləhət. Vətənə əsri kişilər lazım imiş. Akademiyası bizim erdiyimiz elə, biz bilmirdik, o bilmirdik. Mən o piləkəni yığdıq, yuxarı çıxdıq piləkəni, gecə saat zəng elədi, bu evi də nənəsi oğa vermişdi. Bir Xalid, piləkəni yığdıq, deyir, salamat çıxın. Bir o səhət çıxın, deyir, yox, sizə deyirəm, salamat çıxın. Yəni, hər şeydə formada mesaj verir. Mən heç vaxt ata demirdi, o ağsaqqal deyir. Qızılcıl ağsaqqal eləyəcəkmiş, bu sözü deyirmiş belə. Nə bilim, belədir də. Bugünkü gündə mən rahatam. Amma bir şey var, mən bu çox çıxışlarımda ifadə eləmişəm. Əsli kişinin vətəni olmalıdır. Evladı olmaya bilər. Amma vətəni olmalıdır. Vətən o keşiyində durmaq, o da hər adam üçündür. Hər adam üçündür. Yəni Allah bizim qazilərimizə can sağlığı versin. Bizim bir dəqiqə elə canlı qəhrəmanlarımız var. Yəni ora ölməyə getməmiş ki, yəni öldürməyə getmişlər. Yəni torpağımızı almağa getmişlər. Amma indi qismət, hərənin bir qisməti idi. Bizim yenə deyirəm, qəhrəman qazilərimiz var. Ta ki 92-dən başladı, bugünkü günə kimi bizim qəhrəman qazilərimiz var. Yəni bunları heç çox unutmaq olmaz. Bunlar bizim baş tacımız.
mən şəxsən qaziləri görəndə elə bilirəm elə öz evladımı görürəm. Belə xalqın haqqında dastanlar danışmaq olar. Dastanlar danışmaq olar, amma qoy bunu əslində el danışmalıdır. El danışmalıdır. Yəni bizə qıraqdan durub dinləmək yaxşı olur ki, bizim evladımız haqqında gör qıraqdan nələr. Yəni siz belə bu kətdən də yəni bu sorğuları apara bilərdiniz. Bu uşaq nətər olub? Vallahi o nişanı vaxtı indi bu mövzunu qoyub keçdim o mövzuya. Mən dedim ki, gəlin şurada kimdən 10 nəfər var. 10 nəfərdən soruş. Əgər kimsə desə ki, yox, bu ailə problemli ailədir, sizdə biz bizdə. Gördüm ki, biraz hətta bir maşın yandı. Dedi, qardaş, boşluğa dönürümsə. Biz kimə dedik, yəni sən bilmirdik ki, biz kimdən soruşaq. Dedi, gedin fikirləşmədən hər gün. Ulan, yəni hər gün, fikirləşmədən hər gün. Yəni, belə, Allah sizin canını sağ eləsin, əziyyət çəkin. Sən də elə əziyyət çəkənlərdənsən, yəni, biləkəni çıxanda gördüm mən, yəni. Allah sizləri qorusun, Allah vətənimizi qorusun, Ali Başqanımızı qorusun. Şəhidlərimizi unutmaq heç vaxt bizim Azərbaycan xalqına xas olan iş deyil. Ancaq ki, şəhidlərimizin də yadigarları qazilərimizdir. Allah onlara da can sağlığı versin. Bugün burada şəhid Xalidin anası Gülnara xanım da iştirak edir. Gülnara xanım, sizin qardaşınız da 1-ci Qarabağ müharibəsinin şəhididir. Onun barədə bir də Xalid balamızın o uşaqlığından, gəncliyindən bir ana kimi nə deyərsiniz? Hoş gəlmişsiniz birinci. Allah razı olsun. Mən birinci qardaşımdan danışardım. Çünki Xalid onun elə bil əsəridir. Kazım Əbləsanov, Kamil oğlu mənim qardaşım, 94-cü ildə Füzuli rayonunun Qacar Yüksəkliyi adlanan yer var idi ki, həmin təpə deyilirdi onda. O təpəni tək başına o ermənilərdən azad etmişdi. O xəbərlərdə eşitdik, elə bir axşam oturmuşduq, 9-un xəbərlərində eşitdik ki, Kazım Əbləsanov tək başına Qacar Yüksəkliyini azad edib, onda bilirsən, sevinə də bilərdik bəlkəm də, amma sevinə bilmədik, atam ağladı. Atam ağladı, 250 vurdu atam başına ki, evim yıxıldı. Həmin vaxtda da snayperçi qızlar var idi. Onda elə bil ki, fevralın 3-ü azad eləmişdi, Qacar Yüksəkliyin 4-ü gecə vuruldu Kazım. Ona görə biz həmişə məktəbə də gedən vaxtı Xalidgil heç vaxtı məktəbdən qalmayıblar. Bir dənə yeganə onların qaldığı gün fevralın 4-ü 5-i. Bu günü qalıblar ki, dayılarının anın gününə gedmişik. Ona görə müəllimlər də bilirdi ki, yeganə qalacaqları gün odur. Ondan başqa heç vaxt onlar dərsdən də qalmırdı. Yəni nümunəvi olub həmişə. Həmişə də deyirdi ki, ana darıxma, qardaşımın qisasını alacam. Müharibə gedən vaxtı da elə Xalid onu mənə tez-tez xatırlatdı ki, darıxma, almışam, dayımın qisasını almışam. Çoxlar almışam, yəni o sarı arxain oldu. Yəni söz vermişəm, ana sözümü yerinə yetirmişəm. Xalid bunları hər dəfə mənə dedikcə, dayı demə, özün deyirmiş ki, ana buna da hazır ol. Xalid nişanlıydı. Xalid çox əziyyət çəkmişdi. Naxçıvansk adına hərbi liseyi qutardı. 3 il orada, 4 il akademiyası. Xalid elə bil ki, bütün əziyyətlərə sinə gəldi. Sinə gəldi. Amma müharibə başlayan vaxtda həqiqətən də ana ürəyi başqa olduğu üçün Xalid etdim ki, gəlsən, qaçırdaq sən oradan, qalma. Çünki şəhiddən qorxurdum, bilirdim şəhidin nə olduğunu. Dedi, ana nə danışırsan, ən səbirsizliklə gözlədiyim gündür. Həmin günündə videosu çəkib atmışdılar, nətər oynamağın, sevinirlər. Bütün elə bil rotaları sevinir, o cür oynayırlar ki, müharibə başladı. Qisasımızı alacaq, qoymayacaq qisasımız qiyamətə qalar. Yəni 7 ayın nişanlısı idi, o nişanlısından da, anasından da vətənin yüksək tutdu. Dediyi kimi də elədi.
Dedi ki, mənim arzum şəhidlik arzusudur. Həmişə deyirdi. Deyirdi ki, yeganə arzum var, o da şəhidlik arzusu. Mən Xalidi özü həmişə general balam deyib mən çağırırdım. Telefonda da elə adın 2 nömrəsi var idi. Biri general oğlum, biri general balam. Yəni ayrı-ayrı simcin nömrəsi olduğu üçün elə adlandırırdım. Həmişə də deyirdi, darıxma, general nədir ki? Generaldan da böyük rütbədə olacam mən. Dayı demə bunları deyirmiş. O qədər şey o bizi hazırlaşdırırdı ki, gəlirdi, oturdu, mənlə söhbət eləyirdi, danışırdı, deyirdi, ana belə olar, belə. Ana şəhidlik bilirsən, nə gözəl bir şeydir. Elə bil ki, bu şəhid olub, ayılıb, ayrıdan mənlə söhbət eləyirdi. Nə bilim, qisməti buymuş yəqin ki, talihi buymuş. Dayısı kimi Füzuli rayonunda şəhid oldu. Füzuli torpağında dayısı da orada şəhidliyə yüksəldi, Xalid də. Qürur verici bir hissdir. Amma acısı ondan da böyükdür. Çünki övlad acısını Allah heç bir kəsə göstərməsin, çətin bir şeydir. Bizdən böyüklər həmişə deyirdi, görənlər görüb, görməyənlər görməsin. Həqiqətən də çox bir çətin bir şeydir. Onu heç nə ilə nə başa salmaq olmur, nə də ki əvəz eləmək olmur. Amma oktyabrın 9-u durum paylaşmışdı o telefonunda. Qardaşım oğlunun adımı qoyarsınız. Yaşasın əmsi, yaşamadıqlarını. Mən götürdüm onu, yazdım ki, Xalid bu nədir qoymuşsan? Dedi, ana həqiqətdə barışa bilmirsən. O səslər hələ də qulağımdadır. Nə bilim, çətin bir şeydir. Valideyn üçün, həqiqətən valideyn üçün çətin bir şeydir. Amma çətinliyi qədər də qürur vericidir. Əlbəttə ki, torpaqlarımız azad olundu. Atası həmişə xarici dövlətlərə gedirdi, işləməyə gəlirdi, deyirdi ki, vallahi nə qədər nə də qürurlu olsuq, orada məğlub düşmənləri görəndə utanırsan, amma indi deyir ki, bir başqa bir hissdir də. Bu hiss elə bir hissdir ki, yerə düşən papağımızı bu uşaqlar götürdü, başımıza qoydu bizim. Ona görə nə bilim, Allah bütün şəhid balalarımızın ruhunu şad eləsin, məqamları uca olsun. Qiymət verən hər kəsdən Allah razı olsun. Ali Baş Komandanımızdan Allah razı olsun ki, elə bir əmr verib ki, həmişə bizlər öndə nəzərdə tutub. Yəni ki, əlbəttə, yəni yetərincə qayğını əgər deyilibsə, deməli həqiqətən də övladlarımız qürur vericidir. Boş yerə vuruşma. Çox sağ olun. Bəli, 1993-cü ildə Ulu Öndərimiz Heydər Əliyev hakimiyyətə gələndə, yəni bu müharibə elə bir bəladır ki, ermənilərin 20% torpaqlarımızı işğal eləməsi. Biz Qarabağ qaziləri onu görmüşük. Elə bir ki, 30 ildən sonra, 32 ildən sonra Ali Baş Komandanımızın səyi nəticəsində, yəni bu cəsur, qəhrəman balalarımızın, şəhid olan balalarımızın, qazilərimizin sayəsində Zəfər bayramını əldə elədik. Zəfər bayrağını uca Şuşa şəhərinə sancıldı. Doğrudan da Xalid qismində olan şəhidlərimiz 30 il elə bir ki, bu balalar yetişdi və torpaqlarımızı erməni işğalçılarından azad elədi. İndi bu barədə doğrudan əlbət ki, Ali Baş Komandanımızın da rolu böyük olub, yəni ölkəni idarə etmək, hərbiyə qüvvə vermək, bu cavan balalarımızı hərbidə elə ruhda yetişdirdi ki, bir də siz belə qeyd elədiniz ki, məktəbdə də, siz valideynlər də deyir ki, dayımın qisasını alacam. Bu valideyndən də deməli şəhidimizə təsir olan bir qüvvədir ki, o da dayısının qisasını almaq ruhunda yetişdi və şəhidlik zirvəsinə yüksəldi. Bu arada dövlətimizin rayon icra hakimiyyəti başçısının qayğısı sizə necədir? Çox yaxşı. Diqqət ayırır. Lazımlı olan yerlərdə həmişə ön sıralarda bizə yer verir. Yəni ki, razı yox, həqiqətən razı yox. Çox sağ olsunlar. Rayon nümayəndələri hamısı çox sağ olsun ki, nəzərə alır, şəhid ailələrin nəzərə alır. Elimizin oğlu o elə bir rayon nümayəndəsi kimi bilmirik, onu qardaş kimi bilirik özümüzə, həqiqətən. Bir evin adamıdır, yəni ki, mən evimi ona olub harasa gedə bilərəm, elə bil.
deyərəm ki, məsəl üçün Elçin, bizə gəl, biz harasa gedirik. Evimi mən ona arxayın olub arasa gedə bilərəm. Yəni ki, elə bir insandır. Bəli, əlbəttə ki, ondan artıq nə olmalıdır ki, yəni diqqət elədir də, onu qazanır. Xalid Balablı Məclisində icra nümayəndəsi Elçin müəllim də iştirak edir. Xahiş eləyərdik. Bir kəlmə də Xalid. Mən 100 Şəhidimizin atası Salih müəllimdir bu barədə. Dövlətimizin qayğısında. Dövlətimizin qayğısında bu göz qabağındadır. Yəni bu deməyəm. Allah razı olsun. Bugünkü gündə valla biz min şükür hələ öz zəhmətimizlə dolu olan insanlarıq. Biz özümüz hələ bugünkü gündə kimi haram bir şey yeməmişik. Bundan əvvəldə yeməmişdik. İndi də, yəni bundan sonra da, yəni estağfurullah. Demirəm, nə, yəni dövlət tərəfindən yox. Dövlət tərəfindən yəni, nə olmalıdır bizə? Bugünkü gündə əgər mən yerli icra nümayəndəsi ilə biri yanımızda oturan, əgər deyirəm ki, bunu belə eləmək lazımdır, baş üstə deyirsə, mənə bundan xoşlanır. Yəni, icra başçımız olsun, Allah canından sağ eləsin hamısını. Yəni, o tək, biz çox. Yəni, ola bilər də bu işdə alınmır, mən şəxsən, mən öz payıma deyirəm. Yəni, səmimi danışmışam ömüşəm. Yəni, heç vaxt mən o şeydən inciməmişim. Yəni, o iş var, alınmır da bu olar. Olan yerinə 3 gündən sonra alındı, yəni bunu səbirsizlik olanlar da var. Amma mən o şeylə razılaşmıram, yəni alınacaq, hər şey düzələcək. Yəni bu problem olanda ümumidir, bu ümumi, yəni bu var da hansısa xırda bir problemdir. Allah yenə də canına sağ eləsin. Vallahi Allah canına, mən səmimi danışıram, içimdən. 3 gün bundan qabaq bizim deputatımız bu, mənim evimdeydi, mən qonağım oldu hətta. Yəni deputat özü görüşə gəldi. Görüşdən əlavə də bir gün gəldi, dedi ki, mən sənin evində qonaq olmaq istəyirəm. Dedim, gözüm üstə yerim var. Yəni bu səmimiyyətdən olan şeydir. Yəni mən görürəm, əgər mənim uşağım belə olmasaydı, bəlkə də mən o ancaq televizor vasitəsilə görə bilərdim. Amma bugünkü gündə o mənim qonağım oldu. Yerli icra nümayəndəsi. Düzdür, hər bir vətəndaşım bu yerli icra nümayəndəsidir. Yəni mənlə obusuna fərq qoymur. Bu aydın məsələdir. Amma mən də obusunun bir tayı ola bilərdim də. Yəni məni evimdə yox, öz kabinetində qarşılaya bilərdim. Amma bugünkü gündə nə xoş mənim halıma, məni evimdə qarşılayıram. Bunu mən qarşılayıram. Deməli, çox sağ olsunlar, Allah razı olsun. Sizə çox sağ olun. Allah sizə şəhidlərimizə rəhmət eləsin. Allah sizə də səbr versin valideyn kimi. Qeyd edirik ki, gələcəkdə nəvə olacaq, nəviyyəti şəhidimizin adını qoyarsınız. Allahın köməyi ilə. Bu əmisi kimi qəhrəman oğul böyüsün, vətənimizin torpaqları uğrunda. Bu da sizə deyim, qəhrəman bir bal olsun. Yəqin ki, olar inşallah Allahın köməyi ilə. Çünki bu evdə elə əvvəldən əgər elə olubsa, sonradan inşallah elə olur Allahın köməyi ilə. Mənim evdə 2 dənə nəvam var, bağışlı qız olar. Azərbaycan himnini yarın belə oxuyurlar, baxırlar ki, yəni əvvəldən elə olub da. Yox, aşağıda da yox. Ola bilsin tanarlar, eləyərlər. Allah razı olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Allah sizə də bir valideyn kimi səbr versin. Çox sağ olun, çox sağ olun. Allah razı olsun sizlərdən. 102 Xəbər Info və Inform Xəbər TV-nin baş direktoru Azər Xudayaroğlu, informatorlar İlahə Salih qızı Elxan Hüseynoğlu. Neftçala rayonu Aşağı Surra kəndi.